videoda Ermənistan abur-cuburları yeyəcəyik. Bunları isə Gürcüstanda Tiflis şəhərindəki bir marketdən əldə eləmişəm. Gəlin görək nələr almışam. Marketdəki satıcı üzümə tərs-tərs baxaraq kadrı saxlamağımı istədi. Amma mən sizləri kadrsız qoya bilməzdim deyə gizlin çəkməyə davam elədim. Əlimdən bu qədər alındı. Davamını izləyək. Belə bir cipsi, kukuruz, ermənicə yazılar yazılıb. Tvarok, bunun da elə hər tərəfində ermənicə yazılıb. Belə göstərim. Kamerada görünürsə. Peçeni, Oreo bənzər peçeni, isti şokolad, bu da peçeni, bu da belə bir Apache duzlu çubuqlar, San Tropical belə bir banka meyvə suyu və belə bir yoğurta bənzər, məncə elə yoğurt olacaq. Bu nədir? Üstündəki ördək qəşəngdir. Ümidvaram bu videoda zəhərlənmərəm. Bu arada bunlara toplam 15 lira 40 qəpik vermişəm. Çeki belə görsənir. Birinci bu cipsdən başlayaq. Qoxusu pis deyil. Cipsin dadı çox qəşəngdir həqiqətən. Pendiri bir cipsidir. Tam səmimi olacam, dadı həqiqətən çox yaxşıdır. Buna 10 üzərindən 8 verəcəm. İndi bu kukuruza keçək. Flower watermelon, qarpızlı, sweet corn stick, şirin qarğı dalı. Görək bu necədir? Qəşəng iyi verdi. Qarpız təravəti həqiqətən də hiss olunur da, yəni 10 üzərindən buna da 8 verirəm. Duzlu peçeniyə keçək. Açığıb belə gözləməzdim də, yəni ilk başlayan kimi 8. Hələ ki gözləntilərim yaxşıdır. Belə göstərim sizlərə də. Bu da pendiridir. Biraz yeyəndən sonra ağızda biraz xəmirləşir. Bunu o qədər də bəyənmədim, amma pendir tam həqiqətən çoxdur. Buna da verərəm 10 üzərindən 7. İndi isə bu biskviyə keçək. Çiyələmli biskvidir belə. Qatdım, qarışdırdım. Duzlu, indi şirinə keçdik. Eləmsiz yəqin uşaqlıqda bunu. O qədər də qəşəngdir. Buna verərəm 10 üzərindən 6. Bu pizzalı peçenidir. Maraqlı bir şey oxşayır ha. Bunun dadı sonradan gəlir. İlk başda bir dad hiss eləmirsiniz. Amma o qədər də yaxşı da buna 10 üzərindən 5 verərəm. Çox bəyənmədim bunu. Keçək bu meyvə suyuna. Gözüm qalıb bunda. Kulok qarışıq çıxartdım. Qəşəng təravəti var ha. Bu qızqırıb ya. Meyvə suyu qızqırıb. Satdığımız məhsulun mən verərəm 10 üzərindən -10. Zibili çıxdı axırda, tərifliyə gəldi. Məsələn, keçək bu kraksa. Bildiyimiz o qırmızı rəngdə olan krakslardan. Bunu yeyəndən sonra elə bir günə baxan yağının tamı gəlir. 10 üzərindən 4. Yoğurt. Sən də qızqırmış çıxsan da, dəli olaram da. Yoğurt nə ilə yeyəcəm, qaşıq gətirmədim. Qəşəngisi var ha bunda. Bu niyə belədir la? Qazlı hiss elədim ağzımda. Buna baxın. Zəhərlənəcəm mən. Mədəsiz, mədəsiz. 10 üzərindən 1. Tvaroku yeyək. Görək bu tvarok nətərdir. Sənsə qəşəng çıxdı. Bu qəşəngdir. Sonunda bə. Bu qəşəngdir, bə Allah. Bu ikisini yeyəcəm axıra qədər. Hazırlamağa üşənirəm. Amma toz kimi əlimə töküb dadına baxacam. Tvaroka puan vermədim. Tvaroka 10 üzərindən 8 verirəm. Bayquşlu kofemizdəki mak kofedən fərqlənmir. 10 üzərindən 7. Bu məhsulların içində favorim soruşsaz bu cips olar həqiqətən. Bu da çox qəşəngdir. Bu da qəşəngdir. Buna da heyf səvirdiyim pula. Başqa hansı ölkənin abur-cuburunu dadmağımı istəyirsinizsə rəy bölməsində qeyd edə bilərsiniz. Aşağıdan videoya like atmağı, kanala hələ də abunə deyilsə abunə olub bildirişləri açmağı unutmayın ki, tez bir zamanda 200 min abunəni gerdə qoyaq. Sağ olun, salamat qalın.